3 milyon vətəndaşı əhatə edən artımlar. Prezident İlham Əliyevin imzaladığı yeni fərman bu ilin əvvəlindən reallaşdırılan növbəti 2018-ci ildən ötən dövrdə isə 5-ci sosial islahat paketi çərçivəsində şəhid ailələri, əlilliyi olan şəxslər, 5-dən çox uşağı olan qadınlar, az təminatlı ailələr və digər kateqoriyalara yönələn müavinət və təqaüdlərin də artırılmasını təmin edir. Qafqaz İnfo xəbər verir ki, yeni fərmana əsasən 2025-ci ilin 1 iyulundan şəhid ailəsi, 20 yanvar şəhidinin ailəsi, Əfqanistanda həlak olan hərbçilərin ailələri üçün prezidentin aylıq təqaüdü 600 manatdan 700 manata qaldırılır. Müharibə, 20 yanvar hadisələri, hərbi xidmət vəzifələrini yerinə yetirmək və Çernobil AES-də hərbi xidmət ilə əlaqədar əlilliyi olan şəxslərə prezidentin aylıq təqaüdü orqanizmin funksiyalarının 80-100% pozulmasına görə 1-ci dərəcə 500 manatdan 600 manata, 61-80% pozulmasına görə 2-ci dərəcə 400 manatdan 500 manata, 31-60% pozulmasına görə 3-cü dərəcə 330 manatdan 400 manata çatdırılır. Vətən müharibəsi qəhrəmanlarına prezidentin aylıq təqaüdü 2000 manatdan 2200 manata, Azərbaycanın milli qəhrəmanlarına prezidentin aylıq təqaüdü 1800 manatdan 2000 manata, prezidentin fərdi təqaüdü isə 1500 manatdan 1700 manata çatdırılır. Uşağın anadan olmasına görə bir dəfəlik müavinət 500 manatdan 600 manata, həmçinin dəfn üçün bir dəfəlik müavinət 500 manatdan 600 manata çatdırılır. Himayədar ailəyə verilmiş əlilliyi olan uşağa görə aylıq müavinət 0-6 yaş arası uşaq üçün 395 manatdan 500 manata, 7-13 yaş arası uşaq üçün 415 manatdan 600 manata, 14-18 yaş arası uşaq üçün 435 manatdan 650 manata çatdırılır. Əlilliyi olan şəxslərə müavinət, orqanizmin funksiyalarının 81-100% pozulmasına görə 1-ci dərəcə 270 manatdan 300 manata, 61-80% pozulmasına görə 2-ci dərəcə 220 manatdan 250 manata, 31-60% pozulmasına görə 3-cü dərəcə 150 manatdan 180 manata çatdırılır. Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100% pozulmasına görə 1-ci dərəcə gözdən əlilliyi olan şəxslərə prezidentin aylıq təqaüdü 300 manatdan 350 manata, ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100% pozulmasına görə 1-ci dərəcə əlilliyi olan şəxslərə gözdən əlilliyi olan şəxslər istisna olmaqla prezidentin aylıq təqaüdü 200 manatdan 250 manata çatdırılır. Övladlığa götürülən hər uşağa görə aylıq müavinət 200 manatdan 240 manata, ailə başçısını itirməyə görə aylıq müavinət hər ailə üzvü üçün 120 manatdan 140 manata, 1 yaşınadək uşağı olan az təminatlı ünvanlı yardım alan ailələrə aylıq müavinət hər uşağa görə 100 manatdan 140 manata, 5-dən çox uşağı olan qadınlara aylıq müavinət hər uşağa görə 105 manatdan 140 manata, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına aylıq müavinət hər uşağa görə 120 manatdan 140 manata, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumları üçün aylıq müavinət 120 manatdan 140 manata çatdırılır. Orqanizmin funksiyalarının 81-100% pozulmasına görə 1-ci dərəcə və əlilliyi olan uşaqlara qulluq edənlərə prezidentin aylıq təqaüdü 100 manatdan 120 manata çatdırılır. Fəxri adlara layiq görülmüş şəxslərə aylıq təqaüd xalq fəxri adına görə 200 manatdan 300 manata, əməkdar fəxri adına görə 150 manatdan 200 manata çatdırılır. Ümumilikdə fərmanla sosial müavinət və təqaüdlər orta hesabla 20% artırılır. Bu, Prezident İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli sərəncamı ilə 2025-ci ilin əvvəlindən icra olunan 5-ci sosial islahat paketinin tərkib hissəsidir və 3 milyon vətəndaşı əhatə edir. Onların əmək haqqı, pensiya, müavinət və təqaüdlərinin artırılması üçün illik əlavə olaraq 1,4 milyard manat vəsait ayrılıb. Xatırladaq ki, 5-ci sosial islahat paketinin ilk mərhələsi olaraq ölkədə bu il yanvarın 1-dən minimum əmək haqqı 345 manatdan 16% artırılmaqla 400 manata çatdırılıb. Minimum əmək haqqı artımına uyğun olaraq Nazirlər Kabinetinin təsdiq etdiyi vahid tarif cədvəlinin 19 pilləsinin hər biri üzrə maaşlar orta hesabla 16% artırılıb və beləliklə minimum əmək haqqı artımı yalnız minimum əmək haqqı alanların maaşlarına deyil, dövlət və özəl sektorda çalışan müxtəlif məbləğlərdə əmək haqqı alan ümumilikdə 700 min işçinin maaş artımına imkan verib. Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əmək haqqları 2025-ci ilin yanvarın 1-dən orta hesabla 15% artırılıb. Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin maaşları büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saat hesabı ödənilməsi məbləğləri və sair artırılıb.
Bütün növ pensiyalar 2025-ci ilin əvvəlindən indeksləşdirilərək 8,1% artırılıb. 2025-ci ilin fevralın 1-dən minimum pensiya 280 manatdan 14,3% artımla 320 manata çatdırılıb. 2025-ci ilin yaşayış minimum və ehtiyac meyarı da 270 manatdan 285 manata çatdırılıb. Prezident İlham Əliyev bu il yanvarın 7-sində yerli telekanallara müsahibəsində yeni sosial islahat paketini belə şərh edib. Bu qədər böyük sərmayələr qoyan və Qarabağın bərpası kimi qarşımızda bu qədər böyük problemi olan ölkədə bu sahəyə də bu diqqəti yetirmək əlbəttə ki, bizim siyasətimizin necə deyərlər, mahiyyətini göstərir. Yəni Azərbaycan vətəndaşları ildən ilə daha yaxşı yaşamalıdır. Dövlət başçısının ötən ilin sonunda imzaladığı sərəncamda sosial müavinət və təqaüdlərdə də artımlar nəzərdə tutulmuşdu. Ötən günkü fərmanı artıq bu istiqamətdə artımlarını təmin edir. Bir çox əhali kateqoriyalarına şəhid ailələri, müharibə, 20 yanvar hadisələri, hərbi xidmət vəzifələrini yerinə yetirmək və Çernobıl AES hərbi xidməti ilə əlaqədar əlilliyi olan şəxslər, Vətən müharibəsi qəhrəmanları, Azərbaycan milli qəhrəmanları, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünü alanlar, 5-dən çox uşağı olan qadınlar, ailə başçısını itirən ailələr, az təminatlı ailələr, himayədar və övladlığa uşaq götürən ailələr, müddətli həqqi hərbi xidmət qulluqçularının uşaqları, valideyn himayəsindən məhrum olan uşaqların qəyyumları, orqanizmin funksiyalarının 81% pozulmasına görə 1-ci dərəcə və əlilliyi olan uşaqlara qulluq edənlər, fəxri adlara layiq görülmüş şəxslərə yönələn müavinət və təqaüdlərdə, habelə uşağın anadan olmasına görə və ya dəfn üçün birdəfəlik müavinətlərdə növbəti artımların edilməsini nəzərdə tutur. Ümumilikdə 2018-2025-ci illərdə 4 milyondan çox vətəndaşı əhatə edən 5 sosial islahat paketi reallaşdırılıb. Onların icrası üçün əlavə 7,6 milyard manat vəsait ayrılıb. Bu illər ərzində minimum əmək haqqı 3,1 dəfə, orta aylıq əmək haqqı 2 dəfə, minimum pensiya 3 dəfəyədək, orta aylıq pensiya 2,6 dəfə, müavinət və təqaüd ödənişləri üçün ayrılan vəsait 5 dəfə artıb. Sosial yönümlü xərclərdə artım Azərbaycanda aparılan siyasətdə sosial sahənin prioritet olması dövlət büdcəsində sosial yönümlü xərclərin ildən ilə əhəmiyyətli dərəcədə artmasında öz təsdiqini tapır. Bu xərclər 2019-cu ildəki 7,8 milyard manatdan 2,2 dəfə artımla 2025-ci ildə 16,9 milyard manata çatıb. Bugün sosial yönümlü xərclərin çəkisinin dövlət büdcəsində 41% olması da sosial rifahın dövlət siyasətinin başlıca istiqaməti olduğunu göstərir. Sosial təminatın mühüm komponenti olan 1,1 milyard vətəndaşı əhatə edən pensiya təminatında davamlı artım özünü göstərir və pensiya ödənişlərinə ayrılan illik vəsait 2018-ci ildən ötən dövrdə 2 dəfə artaraq 2025-ci il üçün 7,2 milyard manatı ötüb. Ölkədə sosial müdafiə tədbirlərinin daim gücləndirilməsi, sosial ödənişlərdə davamlı xarakter alan artımlar Azərbaycan vətəndaşının rifahının təminatına xidmət edən güclü sosial siyasətə malik ölkə olduğunu bir daha təsdiq edir.